Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz və möhtərəm müsəlman bacı və qardaşlarım, sual-cavab layihəsinə davam edirik Allahın izni ilə. Allahdan istəyirəm ki, bu layihəni xeyirli və bərəkətli etsin və dinləyicilər üçün faydalı etsin. Suallara keçməmişdən qabaq qardaşlar, kim kanala abunə olmayıbsa, abunə olsun və paylaşılan dərsləri qardaşlara özləri də paylaşsınlar, bəyənsinlər ki, bu bizim bu dəvətin artmasında, daha çox insana çatmasında çox böyük səbəbi var, çox böyük rolu var. 583-cü sualda qardaş soruşur ki, zöhrün sünnətini qılmasam, mənə günah varmı? Deyir, işdə oluram, çətinlik çəkirəm namaz qılmağa. Bəzən olur ki, fərz namazını qılanda belə müdürüm sifət eləyir. Sünnəti qılmasam olarmı? Qardaş, birinci bilmək lazımdır ki, müdür sifət eləsə belə namaz Allahın əmridir. Çalışmaq lazımdır ki, harada olursan ol, namazı tərk eləmə. Çalış ki, namazı gözəl şəkildə yerinə yetir. Namazları vaxtında qıl. Amma o ki, qaldı sünnə ibadətlərinə, sünnə ibadətlərin qılmaya da bilərsən. Yəni, çətinlik olarsa, imkan olmasa. Çünki sünnə namazı insana vacib olan namazlardan deyil. Sadəcə sünnə namazı vacib namazları qoruyan bir namazdır. Ona görə tərk etməmək yaxşıdır. Bir də ki, qardaş, iş tapan vaxtı, yəni önəm vermək lazımdır, dinə önəm vermək lazımdır. İş danışan vaxtı danışmaq lazımdır ki, qardaş, mənim dinim var, mən dindar adamam, mən dinimi yaşayan adamam, mən namazlarımı qılmalıyam. Buna görə, yəni işi danışan vaxtı şərt qoy ki, mən namaz vaxtı, mən namazlarımı ayıracam, 10 dəqiqə namaza vaxt ayıracam. Buna görə mənə narahat eləmə, buna görə mənə incitmə, mənə danışma. Həftədə bir gün cüməyə gedib 1 saat, yaxud saat yarım vaxtımı alacaq, gedib cümə namazımı qılacam. Bunları danış. Çünki qardaşlar bəzən olur ki, dinindən daha çox dünyasına önəm verirlər. Dininə o qədər də önəm vermirlər. Mömin kəs ilk öncə dininə önəm verməlidir. Dinini qarşıya keçirməlidir, qabağa atmalıdır. Ondan sonra dünyasına yol ayırmalıdır. Dinin, yəni, hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim insanların qəzəbinə duçar olsa belə Allahı razı salmağa çalışarsa, Allah da ondan razı qalar, insanlara da Allah ondan razı qaldırır. Yəni Allah eləyər ki, insanlar da ondan razı qalar. Amma kim isə Allahın qəzəbinə duçar olsa belə insanları razı salmağa çalışarsa, Allah da ona nifrət eləyər, qəzəblənər və Allah eləyər ki, insanlar da ona nifrət eləyər, qəzəblənər. Ona görə də yalnız Allahı razı salmaq lazımdır. Çalış ki, işində vaxt ayır, namazı qıl. Və görürsən ki, mümkün deyil o müdürlə işləmək. İş yolları çoxdur. Axtar, gözəl bir iş axtar. Sən Allah üçün bir əməli tərk edirsən, Allah sənin üçün 1000 yol açacaq. Çünki Uca Allah Quran-Kərimdə buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu açar. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ. O gözləmədiyi yerdən Allah onu ruziləndirər. Ona görə də çalış Allah'a razı salasan. Daha doğrusu Allah bilir. 584-cü sual. Qardaş soruşur ki, xarici ölkədə işləyən adam vətənə geri döndükdə səfər namazı qılmalıdır. Hələ olur ki, 6 il deyir, səfərdə oluram, işdə oluram, xaricdə, sonra Azərbaycana gəlirəm. Bir dəfə gəlmişəm. Burada mən səfər qılmalıyam, yoxsa yox. Əgər buradan köçməmisənsə, evin varsa, şəraitin varsa, əlbəttə burada səfər qılmırsan. Burada öz evindəki kimi qılırsan. Eləcə də o öz iş yerində, orada evindəki kimi şərait qurmursansa, orada da evindəki kimi qılırsan. Sadəcə bu yolda yolu səfər qılırsan. Çünki insan evində necə səfər qıla bilər? Sənin evindirsə, evə gəlmişsənsə, səfər qılmırsan. Amma evin yoxdursa, köçmüsənsə, orada işləyirsənsə, gəlib ziyarət üçün öz vətənimə gəlirsənsə, bəli, səfər qılırsan. Çünki artıq köçmüsən buradan. Daha doğrusunu Allah bilir. 585-ci sual. Qardaş soruşur ki, kişi sədəqə verəndə ailəsinə də sədəqə savab yazılır. Qardaş, bilmək lazımdır ki, bir kişi və yaxud hər hansı bir kəs qadın olsun, İstər sədəqə versin, istər bir məscid tiksin, Allah yolunda xərcləsin, hər hansı bir kasıba yardım eləsin, bunun savabı yalnız özünədir. Çünki Allah Quran-Kərimdə buyurur ki,
Əllə təzir vaziratu muzra uxra və əlleysə lil insan illə mə sə'a. Bilin ki, heç kəs başqasının günahını daşımayacaq və insana qalacaq əməl onun səy etdiyi əməl olacaq. Yəni, heç kəs bir kəsin günahını daşımayacaqsa, heç kəsin də savabın əlinə ala bilməyəcək, ola şərik ola bilməyəcək. Yalnız o vaxt şərik ola bilər ki, o, yəni, ona hansısa bir məsələdə şərik olsun. Pul sədəqə veribsə, qadın da ona pulundan verib, ona düşən puldan ayırıb onun üçün. Eləcə də deyək ki, sədəqənin vaxtı çatıb, qadın ona göstərir, yönləndirir ki, vaxtı çatıb, sədəqə ver və yaxud deyir ki, filan kəsə sədəqəni ver, xeyir yollarını göstərir, ora elə. Çünki hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əddəl alel xeyr kəfa'ilihi", xeyrə yönəltən onu etmiş kimidir. Bu da xeyrə yönəltdiyinə görə onu etmiş kimidir. Və yaxud bu sədəqəni daşımaq üçün, aparmaq üçün ona yardım eləyir və yaxud evində olan ərzaqdan çıxarıb sədəqə verir. Necə ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər qadın evindəki olan ərzaqından evə fəsad verməmək şərti ilə sədəqə verərsə, sədəqə verdiyinə görə qadına savab qazanır, yazılır. Qazandığına görə kişiyə və hətta onu qoruyana da savab yazılır. O malı qoruyana da savab yazılır. Və bu da onların heç bir savabından heç bir şey azaltmır. Yəni, qadın evinə fəsad verməmək şərti ilə artıq bir ərzaq varsa, sədəqə verə bilər. O sədəqə verdiyinə görə savabı qazanır. Qazandığına görə, qazanıb gətirdiyinə görə əri də savabı qazanır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm qadınlara əmr edirdi ki, cümədə çıxıb, ey qadınlar, sədəqə verin, əmr edirdi. Qadınlar Peyğəmbər sallallahu əleyhi və səlləmə getirib öz əllərindəki qızılları sədəqə verirdilər. Qadının özündə varsa malından, öz malı ilə sədəqə versin. Yoxdursa, hər hansı bir ərzaqı ilə və yaxud başqa dəstəyi ilə sədəqə versin. Amma heç bir şey etmədən oturub ərim eləyirsə, deməli, mən də həmin sədəqə qazanıram, xeyr, bu belə deyil. Bəli, ola bilər ki, əri qazandığı yeməkdən deyir ki, bugün, misal üçün, bu bazar mən evə 2 kilo ət alırdım, alma, yarım kilo al, qalanı sədəqə ver, öz haqqından keçirsə, bəli, haqqından keçirsə, onun sədəqəsindən, onun savabından ona yazılır. Amma heç bir şey etmədən, ərinin sədəqəsindən xeyir ona yazılmır. Daha doğrusunu Allah bilir. 586-cı sualda qardaş soruşur ki, İmam Nəvəvi Rahiməhullahın kitabında 50 hədis var. Bəs niyə 40 hədis adlandırılıb? Bu kitabda 40 hədisdə ümumiyyətlə İmam Nəvəvi Rahiməhullah o kitabı yığan vaxtı bəzi zəif hədislər var. O zəif hədislərdə gəlib ki, kim Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindən 40 hədis əzbərləyərsə, qiyamət günü Peyğəmbər sallallahu əleyhi və səlləm şəfaətçi olacaq və yaxud Allah onun üçün cənnəti asanlaşdıracaq. Belə bir hədislər var. Bunlar zəif hədislərdir. Buna əsasən 40 hədis yığıb İmam Nəvəvi Rahiməhullah. 40 hədis adı olmağına baxmayaraq, ümumi içində 42 hədis. Bu, ərəblərin istifadə etdiyi qaydadır. Yəni, onlar bəzən bizdə də olur. Deyirik ki, misal olaraq 5-ə 10 dəqiqə qalıb, yəni 12 dəqiqə qalıb, amma 10 dəqiqə qalıb deyirik. Belə bizdə də var. Ərəblərdə də belə bir şey var ki, onlar artıq əlavə olanı, əksik olanı bəzən demirlər. Ya tamamlayırlar, ya da əksildib tam şəkildə bütün rəqəm deyirlər, tam bir rəqəm deyirlər. Ona görə də 42 hədisdir onun içində, ona 40 hədis deyib. Ondan sonra İbn Rəcəb Rahiməhullah gəlib, o 42 hədisə 8 hədis əlavə edib, onu edib 50 hədis. Amma adı olaraq hələ 40 hədis qalıb. Əslində adı, yəni Peyğəmbər s.ə.v sünnəsində yığılan 40 hədis deyir təxminən. Amma Ərbəin Nəvəvi, İmam Nəvəvinin 40 hədisi qalıb. Çünki insanlar belə istifadə etdiyinə görə ləfzlərdə, dillərdə belə qalıb. Daha doğrusunu Allah bilir. 587-ci sualda qardaş soruşur ki, sehir edənin və elətdirənin hökmü nədir? Ümumiyyətlə, qardaş, sehir elətdirən
özü, deyək ki, sehirbazın yanına gedən və yaxud cadügərin yanına gedən özü barəsində bu böyük günahdır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, kim sehirbazın və yaxud cadügərin yanına gedərsə və ondan nəsə soruşarsa, onun 40 gün namazı sayılmaz. Böyük günahlardandır. Amma kim ki gedib onun dediyin təsdiqləyərsə, artıq bu küfr etmiş olur. Və yaxud onu təsdiqləyib ona hələ tapşırıqlar verir ki, filankəsi sehr elə, filankəsi cadu elə, bu küfr etmiş olur. Necə ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim sehirbazın və yaxud cadügərin yanına gedərsə, onun dediklərini təsdiqləyərsə, Məhəmmədə nazil olanı küfr etmiş olur. Yəni, Quranı, sünnəni inkar etmiş, küfr etmiş olur. Və bu da böyük günahdan çıxır, artıq küfrə daxil olur, təsdiqləyərsə. Amma o ki qaldı sehirbazın özünə, sehirbaz barəsində Uca Allah Quran-Kərimdə buyurur ki, وَمَا كَفَرَ سُلَيْمَانَ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا Süleyman küfr etmədi, lakin şeytanlar, o sehirbazlar var idi, onlar küfr etdi. Yəni, sehirbazlıq özü küfürdür. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm hətta sehirbazlıq edənin barəsində buyurur ki, onun həddi boynunun vurulmasıdır. Boynunun vurulması. Hətta alimlər buyurublar ki, hətta sehirbaz tövbə etməyə belə çağırılmır. Onu əmr sahibləri boynun vururlar sehirbazın. Çünki onun şərri böyükdür. Onun şərrindən qurtulmaq üçün yalandan tövbə etdim deyə bilər. Başqa şərrin daha da artıra bilər. Şərrini daha ondan sonra yenə də yaya bilər. Ona görə hətta tövbə etsə belə, onun yenə də hökmü boynu vurulmalıdır. Bu dünyadakı cəzasıdır. Axirətdəki Allaha qalıb. Tövbə etdiyinə Allah bağışlayar. Amma bu dünyadakı həddi olaraq Peyğəmbər sallallahu dediyinə görə onun boynu vurulmalıdır. Bunu da tətbiq etmək, qardaşlar, heç bir kəsə bu icazəli deyil. Bu yalnız əmr sahiblərinin icazəlidir. Şəriətdə olan hökmlər, hər hansı bir hökm, əlinin kesilməsidir, daşqalaq olunmaqdır, boynunun vurulmasıdır. Bu hökmlər hamısı əmr sahiblərinə qayıdan məsələdir. Heç bir insan bunu özü-özlüyündə tətbiq edə bilməz. Bu haramdır, icazəli deyil. Və bu da sehirbazın da hökmü küfürdür, kafir olur, sehirbaz kafir olur. Amma sehir elətdirən, sehirbazın yanına gedən isə, əgər sadəcə gedib sual veribsə, soruşubsa, bu böyük günahdır. Amma sual verəsindən sonra onun dediklərini təsdiqləyibsə, bu artıq küfür olur. Daha doğrusunu Allah bilir. 588-ci sualda qardaş soruşur ki, Quranın xətmi yarıda qalıb. Ramazanda davam edə bilərəm, deyir. Yoxsa Ramazanda başdan başlayayım. Qardaş, Quranı biz sadəcə tamamlamaq üçün, yəni xətimləri saymaq üçün etmirik. Quranın ləfzlərində olanı anlayıb və oradakı savabı əldə etmək üçün oxuyuruq. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, kim Allahın kitabından bir hərf oxuyarsa, o bir savab qazanar, o bir savab 10 mislində artar. Və demirəmmi ki, əlif, ləm, mim bir hərfdir, lakin əlif bir hərf, ləm bir hərf, mim ayrı bir hərfdir. Yəni, əlif, ləm, mim oxumaqla 30 savab əldə etmiş olursan. Yəni, bu onu göstərir ki, Quranın hər bir hərfində savab var, oxumağında hər birində savab var. Sən yarımçı qalmısansa belə, qayıtma Ramazanda dala, başdan başlama, davam elə, qutar, tamamla, sonra təzdən başdan başla tamamlamaq üçün. Nə qədər çox oxusun, o qədər çox savabdır. Ona görə də Ramazanda başdan başlamaya ehtiyac yoxdur. Yəni, xətm eləməyin sayı əhəmiyyətli deyil. Əsas olaraq oradakı savabı əldə etməkdir. Oradakiləri başa düşüb, ona əməl etmək, daha çox oxumaq, onun oxumaqla, başa düşməsən belə, onu oxuyub, onun oxumaqla ibadət əldə edirsən. Daha doğrusunu Allah bilir. 589-cu sualda qardaş soruşur ki, ruzinin artması üçün nə etmək lazımdır? Qardaş, bu çox gözəl sualdır. Ruzinin artması üçün çox səbəblər var. Bunlardan birincisi, bir neçəsini qeyd edək inşallah. Bunlardan birincisi təqvadır. İnsan Allahdan qorxmasıdır. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu açar
və onu gözləmədiyi yerdən ruziləndirər. Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Kim Allahdan qorxarsa, Allah ona o sıxıntıdan çıxarar, ona ruzi yolunu açar, onu ruziləndirər. Eləcə də ruzinin artmasında səbəblərdən biri də, ən önəmlilərdən biri də namazdır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا Ailənə namazı əmr et və özün də namazın üzərində səbir et. Lə nəsəlükə rizqa, biz səndən ruzi istəmirik. Nəhnu nərzuquk, biz səni ruziləndirərik. Biz özümüz səni ruziləndirəcəyik. Yəni sən narahat olma. Və lə-aqibətü lit-təqva. Xoş aqibət, xoş sonluq müttəqilər üçün, təqva əhli üçündür. Eləcə də səbəblərdən üçüncüsü çoxlu istiğfar etməkdir, Allahdan bağışlanma diləməkdir. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ اِنَّهُ كَانَ غَفَّارًا Mən dedim ki, Uca Allah buyurur ki, dedim ki, Rəbbinizdən istiğfar edin, həqiqətən o bağışlayandır. يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا O göylərdən sizə çoxlu, bol yağışlar indirəcək. يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ Sizə çoxlu mal dövlət və övladlar verəcəkdir. Və yec'al lekum cennatu və yec'al lekum enhara. Sizə çoxlu bağ, bostan və eləcə də çoxlu çaylar verəcəkdir. Bunlar hamısı da ruzidir. Yəni ruzi təkcə pul deyil. Ruzi həm övlad olur, mal dövlət olur, xeyirli zövcə olur, salih əməl olur. Allah Subhanahu taala bu səbəblərdən yapışsan Allah Subhanahu taala sənin ruzini artıracaq. Eləcə də səbəblərdən dördüncüsü qohumluq bağlarını birləşdirməkdir. Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim istəyirsə ki, Allah onun ruzisini artırsın, qoy qohumluq bağlarını gücləndirsin. Eləcə səbəblərdən beşincisi çoxlu sədaqə verməkdir. Çünki Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Qul inna rabbi yabsutur rizqa limen yasha'u min ibadihi və yaqdir lah. Və ma anfaqtum min şey'in fehuve yukhlifuh və huve xayrur raziqin." Denən ki, Rəbbim istədiyinə ruzini verir. Qullarından istədiyinə ruzini bəxş edir və o buna qadirdir də sizin xərclədiyiniz hər bir şeyin əvəzində Allah Subhanahu sizə qaytaracaqdır. Həqiqətən Allah ən xeyirli ruzi verəndir. Necə də hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mə naqasa malun min sadaqa." Sədaqə maldan heç bir şeyi azaltmır. Eləcə də səbəblərdən, ruzini artıran səbəblərdən biri də çoxlu həc və ümrə etməkdir. Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, çoxlu həc və ümrə edin. Çünki onlar həc və ümrə dəmirin, qızılın, gümüşün üzərində olan çirki odun təmizlədiyi kimi kasıblığı və günahları da o həc və ümrə yuyub aparır. Və qəbul olunan həccin isə cənnətdən başqa mükafatı yoxdur. Eləcə də ən mühümlərindən biri də ruzinin artması üçün duadır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dualarında bunu istəyərdi. Hər səhər açılanda deyərdi ki, Allahümmə inni əs'əlükə ilmən nafi'an. Allahım, mən səndən faydalı elm istəyirəm. Və rizqan tayyibən və gözəl ruzi istəyirəm. Və əmələn mütəqabbələn və qəbul olunan əməl istəyirəm. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləm dualarından idi. Gözəl ruzi istəmək. Və ümumi olaraq bütün ibadətlər də ruzinin artması üçün səbəblərdəndir. Hər hansı bir itaət, ibadət, Allaha yaxınlıq ruzinin artması üçün səbəblərdəndir. Çünki qardaşlar, bilmək lazım ki, Allah Subhanahu taala bu ruzini hətta Allahı söyən, Allaha qarşı çıxan, Allaha küfr edən kafirlərə belə Allah Subhanahu taala o ruzini verir. Sən Allahın dinini yaşayan, Allahın dininə yardım etsən, gör Allah Subhanahu taala sənə nə qədər ruzi verər. Ona görə də Allahın itaətlərini çoxaltsan, bunlar səbəb olar inşallah ruzinin artmasına. Daha doğrusunu Allah bilir. 590-cı sualda qardaş soruşur ki, İmam Nəvəvi rahimehullah əşari olub. Xeyr qardaş, İmam Nəvəvi rahimehullah əşari olmayıb. Bindəki İbn Həcər və yaxud başqası əşari olmayıb. Bəzi əşarilər özlərini onlara nisbət edirlər ki, onlar da əşari olublar. Xeyr, bu belə deyil. Onlar nə qədər iddia edəsələr də iddiasına yalançıdırlar. Çünki əşarilər, qardaşlar, Allahın 7 sifətindən başqa bütün sifətlərini inkar edirlər. Yalnız 7 sifəti təsdiq edirlər. Yəni, yaşayışdır, elmdir, qüdrətdir, iradədir, eşitmək.
görmək və danışmaq kimi sifətlərin təsdiq edirlər, amma başqa sifətləri inkar edirlər, təvil edirlər, dəyişdirirlər. Amma İmam Nəvəvi rahimehullah Allahın sifətlərindən bəzilərində yəni bu şübhələrə düşüb, bu şübhələr olub. Amma onlar kimi, əşarilər kimi olmayıb. Əşarilərin əsas etiqadı üç məsələ üzərində dövr edir. Birincisi, onlar ağılların nəqildən, yəni dəlillərdən, Quran və sünnədən önə qoyurlar. Quran və sünnədən nə gəldi, ağıllarına uzlaşdırırlar. Uyğundursa qəbul edirlər, uyğun deyilsə qəbul eləmirlər. Bu əsasdır onlarda. İkincisi isə, onlar dəlillərin özünü belə iki qismə bölürlər. Birincisi, mütəvatir dəlillər, bunu qəbul edirik deyirlər. İkincisi, əhəd dəlillər, bunları da yəni etiqad məsələsində qəbul eləmirlər. Amma başqa məsələdə qəbul edirlər. Çünki etiqad məsələsində hədislər var ki, əhəd hədislərdir, onlar Allahın sifətlərini isbat edir, bunlar qəbul eləmirlər. Çünki öz əqidələrini ziddir. Və üçüncü məsələ isə, bunların üstündə dövr etdiyi üçüncü məsələ isə, onlar hətta mütəvatir hədis olsa belə, onlar baxırlar, bu mütəvatir hədis onların ağıllarına uyğun gəlir, yoxsa yox. Ondan sonra qəbul edirlər ya da ki, rədd edirlər. Ona görə də onlar hava əhlidir, öz ağıllarına nisbət edirlər, dəlillər. Uyğundursa qəbul edirlər, yoxsa yox. Amma İmam Nəvəvi rahimehullah belə olmayıb. Hədis əhli olub, hədislərdə yaşayan adam olub. Sadəcə bir neçə məsələdə Allahın adı və sifətlər məsələsində bəzi xatalara düşüb. Amma başqa məsələlərdə onlar kimi hava əhli, ağıl əhli olmayıblar. Ağıllarını önə çəkən olmayıb. İmam Nəvəvi və yaxud İbn Həcər rahimehullah. Daha doğrusunu Allah bilir. 591-ci sualda qardaş soruşur ki, İslamda yaxşı bidət varmı? Yəni, deyir ki, biz bilirik ki, hədislərdə gəlir ki, hər bir bidət zəlalətdir, hər zəlalətin sonu oddur. Bizim mənhəcimizə görə İslamda yaxşı bidət yoxdur. Amma deyir, bəzən təravih namazını Ömər radiyallahu anh birləşdirib, yəni cəmaat şəklində qılıb və ya cümə günü ikinci əzara verilməsini Osman radiyallahu anh getirib. Bunlar bu tip sualları deyir, bu tip məsələləri getirirlər. Bidət əhli deyirlər ki, bunlar İslamda yaxşı bidət adlanır. Ona cavab olaraq nə deyək deyir. Birinci, qardaş, özünüz dediyiniz hədisdəki kimi, necə ola bilər ki, dində yaxşı bidət olsun? Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində buyurur ki, hər bir bidət zəlalətdir. Hər bir zəlalət də cəhənnəmdə oddur. Hədisdə gəlir hər bir bidət, yəni yaxşısı, pisi, hər biri. Ümumiyyətlə, bidət nədir? İslamda dində bir yenilikdir, hər hansı bir yenilikdir. Onun yaxşısı necə ola bilər? Din artıq bitibsə, tamamlanıbsa, onda yenilik ola bilməz. Yəni, din artıq əl-yevmə əkməltu ləkum deyir. Bugün sizin dininizi kamilləşdirdi, bugün kamildir. Allah subhanahu ta'ala Peyğəmbərinə xəbər verir, artıq din kamildir. Buna əlavə heç bir şey edə bilməzsən. Din kamildirsə, bunlar necə əlavə edirlər? Yaxşı bidətdir deyib necə əlavə edirlər? Bu birinci məsələ. İkinci məsələ, deyək ki, Ömər radiyallahu anh məsələnə, təravih məsələsinə qayıtsaq, Ömər radiyallahu anh ilk öncə baxsaq hədislərə, Peyğəmbər sallallahu aleyhi ve sellem təravih namazlarının 2, 3, 4 nəfərdən qılıb. Bu da cəmaat sayılır. Peyğəmbər sallallahu aleyhi ve sellem qılıb. Sonra dedi, qorxdu ki, insanlara fərz olunar, ondan sonra cəmaatla qılmağı tərk etdi, tek qıldı evində. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dünyasını dəyişəndən sonra artıq səhabələr bildilər ki, bunun dünyasını dəyişəndən sonra hər hansı insanlar qayıdıb həmin namazı cəmaatla qılsa, insanlar vacibdir deyə başa düşməyəcəklər. Çünki artıq vacib olanlar Peyğəmbər s.ə.v-in ölümünə kimi idi. Yəni, fərzlər, əmirlər hamısı Peyğəmbər s.ə.v-in ölümünə kimi idi. Ölümündən sonra heç bir əmir dində yenilik gələ bilməz. Artıq insanlar vacib olduğun iddia edə bilməzlər deyə, artıq Ömər radiyallahu anh gəlib görür ki, artıq cəmaat qılırlar. Ömər radiyallahu anh deyir ki, bu necə də gözəl bir
yenilikdir. Yəni bir ixtiradır. Yəni əvvəl olunmuşdu, sonra qıla bilməmişdilər, sonra təzədən qıldılar. Bu necə gözəl bir ixtiradır, lüğəti mənasında ixtiradır. Yəni necə ki, deyək ki, bu telefon və yaxud bu cihaz necə gözəl bir ixtiradır ki, onun içində Quran oxuyuruq. Quran oxumaq ibadət düzdür. Biz onu kitabdan oxumuşuq bu vaxta kimi. Kağızdan, vərəqdən ibarət kitabdan oxumuşuq. Amma hal-hazırda bu cihazdan oxuyuruq. Biz deyə bilərikmi ki, bu cihaz bidətdir? Xeyr. O da elə bir ixtiradır, olan bir şey idi, ibadəti yeni bir təzdən həyata keçirdilər. Burada heç bir yaxşı bidətdən söhbət anlayışı gedə bilməz. Osman radiyallahu anh'ın ikinci əzan verməsi məsələsinə gəlsək, qardaş, bu deyərik ki, Osman radiyallahu anh'ın öz ictihadı idi. Bu, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında iki əzan olmayıb, Əbu Bakr radiyallahu anh'ın vaxtında da, Ömər radiyallahu anh'ın vaxtında da ikinci əzan olmayıb. Osman radiyallahu anh'ın vaxtında gördü ki, artıq insanlar çoxalıb, ehtiyac var insanları meşdə cəlb etməyə. Bir əzanla insanlar çatmırlar. Yəni, bazar əhlini cəlb etməyə. Ona görə bazarda gedib insanlara tapşırılmışdı ki, bazarda gedin əzan verin. Bir neçə müddət öncə, yəni 1 saat və yaxud yarım saat öncə, hətta insanların xəbəri olsun ki, bugün cüməyə hazırlaşmaq lazım. Bazardan çıxıb qüsl alıb hazırlaşsınlar. Ona görə etdi. Bu da onun ictihadı idi. Biz deyirik ki, bizə səhabələrin ictihadı əsas deyil, əsas səhabələrin icmasıdır. Yəni dəlillərdən sonra, Quran və sünnədən sonra səhabələrin icmasıdır. İcma yoxdursa bu məsələdə biz bunu qəbul eləmirik. Hətta səhabə əməl etsə belə. O onun ictihadı idi. Allah onlardan razıdır, o da Allahdan razıdır. Amma əməl olaraq isə biz bu əməli qəbul eləmirik. Eləyən olsa belə qoy eləsin, amma Osman radiyallahu anh elədiyi kimi eləsin. Gelib bazarda çağırsın insanları. O da namazdan bir yarım saat qabaq. Namazın vaxtı girəndə yox. Əzanın vaxtı veriləndə yox. Namazdan bir yarım saat qabaq. Ümumi olaraq da İslamda yaxşı bidət anlayışı yoxdur, qardaşlar. Yaxşı bidət necə ola bilər? Peyğəmbər sallallahu aleyhi ve sellem deyib hər bir bidət zəlalət düzdür. Yəni bizə bir yenilik gəlib. Biz baxmalıyıq ki, bu bidət, bu sözü, bu yeniliyi Peyğəmbər sallallahu aleyhi ve sellem əmr eləyib yoxsa yox. Əmr eləməyib, yaxşı. Peyğəmbər sallallahu aleyhi ve sellem xəbəri var idi bundan, yoxsa yox. Xəbəri yox idisə, necə ola bilər Peyğəmbər sallallahu aleyhi ve sellem'in xəbəri olmadığı məsələni biz deyək. Və yox desək ki, xəbəri var idi, necə ola bilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'in xəbəri olduğu məsələ Peyğəmbər sallallahu aleyhi ve sellem gizlətsin. Bu da mümkün deyil. Ona görə də hər bir bidət zəlalətdir, hər bir bidətdən uzaq durmaq lazımdır. 592 nömrəli sualda qardaş soruşur ki, sivilizasiyadan uzaq birinin hökmü nədir? Yəni, elə insanlar var ki, hansısa bir çöllüklərdə yaşayır, xəbər yoxdur, ona dəvət çatmayıb. Bu barədə hədis var, qardaş. Yəni, dəvət çatmayan insanlar, cahillər qeyd olunur, cahil hesab olunur onlar. Onlara hansı ki, İslamdan xəbərlər yoxdur. Eləcə də ağlı başında olmayan dəlillər, eləcə də yəni, keçid yaşda çatmayan kafirlərin uşaqları. Bu üç qism barəsində qiyamət günü hədisdə gəlib ki, onlara bir elçi göndəriləcək. Elçi onlara əmr edəcək ki, bu oda daxil olun. Onlar elçiyə tabi olub oda daxil olarlarsa, cənnətə daxil olacaqlar. Olmazlarsa, cəhənnəmə atılacaqlar. Yəni, bu dünyada onlara çatmayıbsa, ahirətdə onlara çatdırılacaq. Allah Subhanahu taala heç bir kəsə onlara elçi göndərməmiş əzab verməz. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, وَمَا كُنَّا نُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz heç bir qövmə onlara elçi göndərmədən onlara əzab vermərik. Ona görə də onlara bu dünyada elçi çatmayıbsa, ahirətdə onlara elçi göndəriləcək, onlara imtihan edəcək. Daha doğrusunu Allah bilir. Allah razı olsun, qardaşlar. Allah hamımıza bərəkət versin, bununla tamamlayaq. Allah Subhanahu taala bizi hər bir xeyrə müvəffəq etsin və eşitib faydalanıcı etsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illə ent və estəğfiruke və etûbü ileyk.